Ay ataları görbagör olmuşlar. Bəs Rəbbinizin yardımını nə üzlə gözləyirsiniz? Dininiz yox ki, sizi bir yerə toplasın. Qeyrətiniz yox ki, sizi qızışdırsın. Aranızdan qalxıb yardım istəyirəm, sizə gəlin deyirəm. Nə sözümü eşidirsiniz, nə əmrimi dinləyirsiniz. Axırda əməllərinizi örtən pərdə qalxacaq, pis nəticə meydana çıxacaq. Amma sizin bu halınız o zamana qədər də sürüb gedəcək. Sizə qəsd edən sizə yardım etməz, onlar sizi məqsədinizə çatdırmaz. Sizi qardaşınızın yardımına çağırdım. Göbək ağrısına tutulmuş dəvə kimi ağır tərpənirdiniz. Sonra sizdən pərişan və zəif bir bölük irəli çıxdı. Sanki gözləri görə-görə ölümə sürüklənirdilər. Ey Küfə! Mən səni Ukaz bazarında sərilən, aşılanmış dəri kimi dartılmış və əzilmiş kimi görürəm. Hadisələr səni ayaqları altında əzəcək, belinə minəcək. Amma heç bir güclü tanımıram ki, sənə qarşı pislik etməyi diləsin və Allah onu dərdə uğratmasın. Ukaz, Nəhlə ilə Tarif arasında bir bazar yeri idi. Cahiliyyə dövründə Zilqədə ayının əvvəlindən etibarən orada toplanır, şairlər şeir oxuyur, tayfalarını öyürdülər, alış-veriş edirdilər. Bu bazarda ən çox aşılanmış Taif dərləri satılırdı. Müaviyə haqqında buyurmuşdur. Məndən sonra sizə boynu yoğun, yekə qarın, göbəkli bir şəxs müsəllət olacaq. O tapdığını yiyər, toplamadığını istəyər.